Rəşidova Nəzifə. Nəyinizdir Rəmirə görən? Anamdır. Buyurun, hadisi ilə bağlı necə işləyir? Valla səhər görünce 9-da mənə çağıramır. Gəzinə durmasan, anamla qardaşın oğlu ölüb. Gecə ölüblər, amma gecə söhbəti 4-dür bu. Elə bir ki, külək söndürüb peçi. Bilməyib bir nətər olursa, elə bir yəqin yanır da. Anam elə boğulub ölüb. O da divandan yıxılıb, o da gəlib qapının ağzı, istəyib qapının ağzına çölə çıxsın anam. Elə qapının ağzında ölüb. Anası da gəlib, Allah kömək olsun, yaxşı gəlib. Gəlib görüb ki, oğlu orada, qaynanası da orada. Yazıq təkcə çağırıb çölə, arvadı, mən anam, Allah kömək olsun. Sonra qonşu gəlib Ramini çağırdı. Ramin də nə gündür Allah haqqı, ölüb ölümdən qayıtdı. O tamamilə Allah kömək olsun, sestra. İynə qalmadı, nə bilim nə qalmadı. Qaşıq, oğlanlar töküldü qaşıqla. Ağzını ayırdılar. Sonra iskoran gətirdi, iskor apardı. İndi deyəsən biraz irəlişi var. Orada da Allah köməkli olsun. Xəstəxanada? Xəstəxana, Zərdaban xəstəxanasında indi müalicə eləyirlər, sistemdə vururlar. Biraz irəlişi var.